elm tələb etməkdə təməl qaydalar dərsimiz Allah Taala'nın izni ilə qardaşlar davam edir. Bugünkü dərsimiz 6-cı qaydadır. Elm tələb edən adam, Allah Azze ve Celle'nin dinini öyrənən adam qaydalara fikir verməlidir ki, hətta muvaffaq olsun. Onlardan 6-cı qayda nədir? Təmizliyə riayət etməsi. Elm tələbəsi təmizliyə riayət eləməlidir. Həm elm tələbəsinin bədəni təmiz olmalıdır, həm elm tələbəsinin paltarı təmiz olmalıdır, həm də elm tələbəsinin elm tələb elədiyi yer təmiz olmalıdır. Pintidən elm tələbəsi olurmu? Pintidən elm tələbəsi olmur. Paltarının təmizliyinə fikir verməyən, bədəninin təmizliyinə fikir verməyən, elm tələb elədiyi yerin təmizliyinə fikir verməyən bir adam faydalı elm ala bilmir, faydalı elm ha belə alsa belə onun təbliğatında muvaffaq olmur. Bunun isbatı üçün söhbəti uzatası olsaq qardaşlar, buna çox örnəklər gətirə bilirik. Amma unutmamamız lazımdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem imana, bir insanın imanına, bir insanın dininə bağlamışdır təmizliyini. Və Resulullah sallallahu aleyhi ve sellem özü bədəninin təmizliyində çox diqqətli olardı, paltarının təmizliyində çox diqqətli olardı və evinin təmizliyində və yaxud da məscidinin təmizliyində nə edirdi? Çox diqqətli olardı. İmam İbn Cəmaə rahimehullah buyurur ki, elm tələbəsinə lazım olan odur ki, bir elm məclisinə gəldikdə şeyxinin önündə kamil heyətlə otursun. Yəni, həm bədəni, həm paltarı, həm dırnağı, həm saçı tərtəmiz olsun və pis iylərdən uzaq olsun. Çünki bir adam elm məclisinə gələrkən bu təmizliyə riayət etməsə, həm zikir məclisinə, həm məscidə, həm də ibadət olunan yerlərdə nə edir? Zaral verir və fəsad törədir. İndi siz düşünün qardaşlar, elm məclisindəyik mi bu dəqiqə? Elm məclisindəyik. Bir adam gəldi, sarıçıqı ilə içəri girdi, üstü fıntırıqdır. Yanında oturacaqsan. Bir adam gəldi, tüpürdü əllə başına sürtdü jelə yerinə. Yanında oturacaqsan? Yox, oturmayacaqsan. Bir adam oturmuşuq elm məclisində, içəri girdi, altı baş sarımsaq yeyib, xaşla. Gəyrə durur. Biz elm oxuya biləcəkmi? Elm oxuya bilməyəcək. Və yaxud da gəlmişik, oturmuşuq məclisdə belə, bir adam oturduğu yerdə birdən böyrünə burnunu sildi. Xayxırdı, yanına tüpürdü böyrünə. Oturarsan, oturmayacaqsan. Ona görə adamın pintiliyi həm başqasının elm almasına mane olur, həm də o adamın özündən kimsə elm almaz. Bir örnək çəkim. Mən Zakatala'da olan vaxtı Şeyx Murad bir qissa danışır. Deyir ki, bir adamlar gəlmişdi Zakatala'ya dəvətə 90-cı illərdə. Bunların hamısı ağ paltar geyinib, nə bilim, yəni görkəmləri diqqət çəkən adamlardır. Milləti toplamışıq məscidə, Tala məscidinə, birinci Talada, ən yekə məscidlərin biri Azərbaycanda, xüsusən əvvəlki dönəmlərdə Tala məscidi idi. Zaqatalanın birinci talasında. Oraya cəmaatı toplamışıq deyir, o hocalar da gəlib oturub keçir. Bunların biri Pakistanlı olub, səhv eləmirəmsə. Və yaxud da ölkəni demək düz çıxmaz. Yəni, təxminən bu tərəflərdən bir yerdən olur. Yəni, deyir, danışdı dindən, imandan, taqvadan, biraz insanlar etkiləndi, ağladı, təsirləndi və dərs əsnasında və çay məclisində oturmuşuq. Biri, o Tala məscidinə gedənləriniz əvvəllər görərdi onu, girişdə sağda tualetlər var idi. O tualetlərin alt yanında əli yüylən dəstəməzxana var idi. Daşdan tikilmişdi. Biri girdi tualetə, tualetdən çıxdı, gəldi, məclisdə oturdu. Yəni, oradakı olan adamlar bunun əlini yüdüyünü görmədi.
əlini yuduyunu, nə bilim, təmizləndiyini görmədi. Tualetdən çıxdı, gəldi, məclisdə oturdu. Məclis də çay məclisidir. Şeyx deyir ki, bir də baxdım, gördüm ki, oturanların %90'da orada çıxdı, getdi. Niyə? Çünki biz Qafqazlılar təmizliyə fikir veririk. Çox həssasıq bu məsələdə. Yəni bir adam tualetdən çıxdısa, əlini yumədisə, təmiz eləmədisə, biraz, yəni bunun danışdığı, qoyduğu şeyləri biz daha fikir vermirik. Çünki artıq bu beynimizdə nədir? Bunu qəbul edə bilmirik. Bunu misal olaraq gətirirəm ki, qardaşlar, bu düşünün elə belə bir çay süfrəsindədirsə, elm məclislərində də bu şeylər çox həssasiyyətlə rol oynayır. Onun üçün elm tələbəsi, elm alan adam məscidə gəlir, və yaxud da bir mədrəsəyə gedir, instituta gedir, universitetə gedir, fərq etməz. Mütləq və mütləq qardaşlar nə etməlidir? Təmizliyə riayət etməlidir. 7-ci qayda nədir? Elm tələb edən adam səbri öyrənməlidir. Səbir bəzi adamlarda doğuşdan gəlir qardaşlar. Doğuşdan səbirli olur, ağır taxtalı olur. Amma bəzi adamlarda doğuşdan gəlsə də onu inkişaf elətdirir və mükəmməl səbir sahibi olur. Qısacası, sən səbirsiz olsan da səbri qazanmağın mümkündür. Ona görə hədisdə gəlir Peyğəmbər s.ə.v buyurur ki, mən tasabbara yusabbiruhullah. Kim səbr eləməyə cəhd göstərsə, Allah onu səbirli qullarından eləyər. Sən addım-addımsa, cəhd göstərdinsə, bu səmərə verir. Niyə biz səbr eləməliyik, möhtərəm qardaşlar? Çünki Allah Azza və Cəllə iman eləyən ümmətə səbirli olmalarını tövsiyə eləyib. Allah Teala Quran-ı Kərimdə buyurur, Fasbir kəmə sabara ulul azmi minər rusul. Ey Muhammed, səndən öncəki ən xeyirli peyğəmbərlər səbr etdiyi kimi sən də səbr et. Quran-ı Kərimdə qardaşlar, səbri tövsiyə eləyən ayələrə baxsaq, ən azı 90 yerdə Allah Azza və Cəllə səbri tövsiyə eləyir. Ən azı neçə yerdə? 90 yerdə. Bu səbrin nə qədər əhəmiyyətli olduğunu göstərmirmi? Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, İnnəmə yuvaffas sabirunə əcrahum bi qeyri hisab. Həqiqətən səbr eləyənlərin mükafatı hesabsız veriləcək. Ona görə, əziz qardaşlar, elm tələb eləyəndə mütləq səbri göz önündə bulundurmalıyıq. Peyğəmbər sallallahu aleyhi və səlləm Buxarıda gələn hədisdə buyurur, وَمَا أُعْطِيَ أَحَدٌ عَطَاءً خَيْرًا وَأَوْسَعَ مِنَ الصَّبْرِ. Bir insana Allah'ın verdiyi en büyük ve en xeyirli hediye onu səbirli qullarından etməsidir. Bir qulunun səbirli olmasıdır. Səbir olmadan qardaşlar, biz nəinki Quran-ı Kərimi əzbərləmək, hafiz olmaq, nəinki etibarlı hədis kitablarını əzbərləmək, biz səbir olmadan 5 vaxt namaza məscidə belə gələ bilmərik. Doğrudurmu? Dəstəməz belə ala bilmərik. Cemaat namazına belə gedə bilmərik. Hətta Allahın kitabının hərflərini 28 hərfi belə öyrənə bilmərik. Səbirsiz adicə halal ruzi qazanmağın belə mümkün deyil. Səbirsiz heç bir şey eləmək hardasa mümkün deyil. Gözəl və xoş şeylərdən. Ona görə həyatımızda, həyatımızın dini və dünyavi məsələlərində həyatımızın gözəl keçməyini istəyiriksə, səbri qazanmağa həris olmalıyıq. Hər zaman səbirli olmalıyıq ki, hətta o yüksəkliklərə, o fəzilətə, o dəyərlərə biz nail olaq. Həmçinin fikir verin, Peyğəmbər s.ə.v hədislərin birində buyurur ki, Sahih Müslimdə gələn hədisdə, وَالصَّبْرُ دِيَاءٌ. Səbir sahibi üçün axirət günü bir ışıq olacaq. Şeyxülislam İbn Teymiyyə rahmehullah buyurur ki, səbir və yəqinliklə dinin ən yüksək mərtəbəsinə ulaşmaq mümkündür. Bir adam yəqinliyi, dininə tam olaraq bağlılığı və səbr etməyi tərk eləyərsə, dinin ən üst təbəqələrinə ulaşması mümkün deyil. Ona görə qardaşlar, bir adam elm tələb eləyəndə bir əli yağda, bir əli balda olması mümkün deyil. Elm tələb eləyən adam bəzən səfər etmək məcburiyyətində qalır, ac qalmaq məcburiyyətində qalır. Elm tələb eləyən adam susuz qalmaq məcburiyyətində qalır. Bəzən elm tələb elədiyi adamlara belə səbr eləmək zorunda qalır. Bəzən şeyxi, elm aldığı adam sərt olur, bəzən göbut olur, bəzən pis rəftar eləyir.
Hətta müəlliminə, şeyxinə, elm aldığı adama belə səbir eləyəsi olur. Ona görə ən önəmli sifətlərdən, ən önəmli qaydalardan biri bir adam elm alarkən səbirli olmalıdır. Hətta səbrin ən yüksək səviyyəsinə nail olmaq üçün böyük zəhmət çəkməlidir. Həmçinin qaydalardan qardaşlar, elm tələbəsinin qəlbi salamat olmalıdır. Kindən, kifirdən, həsəddən, paxıllıqdan, kibirdən və nifrətdən. Qəlbi bu şeylərlə dolu olan bir adamın elmdə muvaffaq olması mümkün deyil. Çünki dinimizin təməli bizi elə ilk başda dinimizdə öyrəndiyimiz şeylər bizi bu pisliklərdən təmizləməyə çalışır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, fikir verin, ahirət günü cənnətə insanlar cümlətən mi girəcəklər, yoxsa etap-etap mı girəcəklər? Ha? Etap-etap girəcəklər. Yəni, hamısı birdən girməyəcəklər. Necə ki, dünyaya biz hamımız birdən mi gəlmişik? Analar hamı birdən mi dünyaya gətirib? Etap-etap. Peyğəmbərlərin hamısı birdən mi gəlir? Hamısı etap-etap, mərhələ-mərhələ. Cənnətə giriş də, qardaşlar, mərhələ-mərhələdir. Həm Peyğəmbərlərin ümmətləri mərhələ-mərhələ girəcək, həm də Peyğəmbər s.ə.v-in ümmətinin özü də mərhələ-mərhələ girəcək. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm Sahih Buxaridə 3246 nömrəli hədisdə nə buyurur? Cənnətə ilk girən zümrə bu sifətlərə sahib olacaq. 1. Qulubuhum alə qalbi raculin vahid. Cənnətə ilk girən zümrənin, girənlərin qəlbi bir kişinin qəlbi kimi olacaq. Lə ixtilafə beynəhum və lə təvağud. Bunların arasında ixtilaf olmayacaq, nə də bunlar bir-birlərindən nifrət eləməyəcək. İxtilafdan uzaq durmaq, bir-birindən insanların nifrət eləməmək, qəlbi köksü geniş və nifrətdən sağlam olmaq ilk zümrə ilə cənnətə girməyin səbəblərindəndir. Və bu şeyləri bulaşmaq isə o ilk zümrədən geridə qalmağa vəsilə olur. Və bu bizə onu göstərir ki, müsəlman qəlbi salamat olmalıdır bütün Allahın razı qalmadığı şeylərdən. Uzun hədisi bilirsiniz. Ənəs ibn Məlik radiyallahu anh'ın hədisini, hansı ki İmam Əhməd ibn Həmbəl Musnəd kitabında gətirir. Bir gün Muhammed sallallahu aleyhi və səlləmlə deyir, oturmuşduq məclisdə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm birdən dedi ki, indi bir kişi gələcək, o cənnət əhlindən olanlardandır. Hamımız qapı tərəfə baxdıq. Bir kişi girdi içəri, saqqalından dəstəmazın suyu damırdı, sol əlində ayaqqabı içəri girdi. Hamımız onun kim olduğunu gördük. Və hər kəs sustu. İkinci günü Rasulullah sallallahu aleyhi və səlləmlə yenə bir məclisdəydik, eyni sözü yenə təkrarladı, eyni adam, eyni formada yenə məscidə girdi. Üçüncü günü yenə eyni hadisə, eyni formada dəyişmədən davam edir. Abdullah ibn Amr ibn el-As radiyallahu anhu deyir ki, bu məsələ mənim diqqətimi çəkdi. Subhanallah, bir adam həyatdadır və adı ilə Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, o adam cənnət əhlidir. Bir insanın bundan böyük başına gələ biləcək yaxşı iş ola bilməz. Və səni Rasulullah sallallahu aleyhi ve sellem müjdəliyə və sahabələrin içində müjdəliyə, həyatdaykən sən biləsən ki, cənnət əhlisin. Abdullah ibn Amr ibn As radiyallahu anhu həmən gedir onun qapısını döyür, deyir ki, atamla aramda bir şeylər var, evdən çıxmışam, 3 günlük müsafir haqqı məni evində saxlaya bilərsən. O deyir, tabii. Evə girirlər, yatırlar, dururlar, qalxırlar. Abdullah ibn Amr ibn As'ın gözü bu sahabanın üstündədir. Bu nə əməl eləyir bu? Nə işlə məşğuldur ki, hətta bu adam cənnətə girməklə müjdələndi. Hətta o eləyəni mən də eləyim ki, bəlkə mən də müjdələnirəm deyə. Gördü ki, adam yatır, axşam oldu, yatır. Elə fəcrə yaxın durur, hər kəs kimi namazını qılır, bir də gecə hər tərpənəndə Allah'ı zikr eləyir. Bunu görür. Üçüncü gündən sonra deyir ki, qardaş, gəl sənlə mən bir söhbət eləyim. Belə oldu, belə oldu, belə oldu. Amma
mən sənə bir ciddi bir şey görmədim. Mən səndən də çox namaz qılıram, səndən də çox oruç tuturam, səndən də çox cihad eləyirəm, səndən də çox falan filan filan. Sən nə edirsən ki? Hətta Ənəs ibn Məlik radiyallahu anh deyir ki, Abdullah ibn Amr ibn As, bu hekayəni danışan sahabə deyir ki, hətta öz əməlimi onun əməllərindən üstün gördüm. Onu küçümsədim yəni. O da dedi ki, nəyi gördünsə odur. Mən bunun artıq əməl eləmirəm. Yəni, mən nə gördünsə onun artığı yoxdur. Və çıxır, Abdullah ibn Amr ibn As çıxır, çıxandan sonra o adam onu çağırır. Deyir, sənə təkrar deyirəm. Mən sənin gördüyündən başqa bir iş eləmirəm. Yalnız mən qəlbimdə kiməsə qarşı kin güdmürəm. Heç kəsə qarşı. Mən hər kəsi bağışlayaraq başımı qoyub yatıram. Abdullah ibn Amr ibn As başını aşağı tikir. Deyir, elə bizim bacarmadığımızda zaten budur. Ən çətin olan şey də budur. Gəl sən bu qəlbi həsəddən təmizlə. Gəl sən bu qəlbi paxıllıqdan, kindən təmizlə. Asan iş deyil qardaşlar. Geniş qəlbli olmaq asan iş deyil. Bu çətin işdir. Amma bunu qazanmaq mümkündür. İnsan nə qədər uca olan Allahı tanıyır, qəza və qədərə inanır, nə qədər təslim olur, insanların əlindəyindən də gözünü çəkir, insanların dilindəyindən də gözünü çəkir və insan Allaha qovuşduğu günü salamat qəlblə arzulayır. Allah Teala Quran-ı Kərimdə nə buyurur? يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. O gün nə malınız, nə oğul uşağınız sizə fayda verməyəcək. Sizə fayda verən şey yalnız sağlam qəlbiniz olacaq. Sağlam qəlb. Sağlam qəlb nədir? Kindən, kifirdən, həsəddən, paxıllıqdan, şirkdən, küfürdən təmiz olan qəlb. Əziz qardaşlar, həmçinin qaydalardan, elm tələbəsinin fikir verməsi gerəkən qaydalardan mütəvazi olmaq, alçaq könüllü olmaq. Elm tələbəsisənsə, sən danışmağı bacaran kimi dinləməyi də bacarmalısan. Özünü insanlardan üstün tutmamalısan. İnsanlara küçümsəyərək baxmamalısan. Ondan sonra necə deyim, elm səni kibirə deyil, elm səni təvazükarlığa aparmalıdır. Hətta elm əhli deyir ki, təvazükarlıq elmin səmərəsidir. Şeyx İbn Ütheymin rahimehullah'ın gözəl sözü var qardaşlar. Bu da Şeyx İbn Ütheymin rahimehullah gətirir. Qunut duasının şərhi adında bir risaləsi var. Orada gətirir 11-ci səhifəsində. Buyurur ki, "Ba'dun nasi a'tahullahu ilmen kesira." Bəzi insanlar var ki, Allah onlara geniş elm verir. Lakinnehu bimanziletil ummi la yazharu atharul ilmi alayhi fi ibadatihi ve la fi ahlakihi ve la fi sulukihi ve la fi muamelatihi ma'an nas. Lakin bu insanların davranışları cahil adamların davranışları kimidir. Ve onun öğrendiği o ilmin eseri ne ahlakında, ne davranışında, ne yolunda, ne de insanlarla olan muamelesinde ortaya çıkmır. Bel kad yeksibuhul ilmu istikbaran ala ibadillahi ve uluvan aleyhim ve ihtiqaran lahum ve ma ulima hâzâ ennellezî menne aleyh ve ma alime hâzâ ennellezî menne aleyhi bil ilmi huvallah. Tam tersine de bəziləri var ki, elm aldıkça kibirlənməyə başlayır, başqalarının özünü üstün görməyə başlayır, qarşısındakiləri alçaqlayır və bu bilmir ki, əgər ona bir elm verilibsə, onu verən əslində aləmlərin Rəbbi olan Allahdır. Allah verəni görmək lazımdır ki, qardaşlar, hətta Allah verən kimi insan davrana bilsin. Təvazükarlığın əlamətlərindən əgər bir elm tələbəsi bir şey bilmirsə, bilmirəm deməlidir. Özünü bilirmiş kimi aparmamalıdır. Bir şey bilmirsənsə, qardaş, deyinəm bilmirəm. Ya deyinəm bunu öyrənəcəm, yəni olur da, bəzən olur da, şeytan gəlir vəsvəsə verir ki, deyir ki, sən əgər cavab verməsən, deyəcək ki, bu adam cahildir və bu cahil imiş ki, mən bundan niyə soruşum? Asla. İmam Malik idi. İraqdan 80 sualla gəlirlər, 5-6'sını cavablayır, qalanını deyir, bilmirəm.
İraqdan gələn elçi deyir ki, subhanallah, mən İraqa qayıdım, gedim, nə deyim yəni, İmam Malik bilmədim deyim. Deyil, bəli, aynən elə deyil. Get deyinən ki, bu sualları mən İmam Malikdən soruşdum. İmam Malik dedi ki, bilmirəm. İmam Malik Mədinənin alimi, Mədinənin müctəhidi, ilk hədis kitabını yazan böyük alim, tabeinlərin tələbəsi, Peyğəmbər sallallahu aleyhi ve sellem məscidində imamı. Get deyinən bilmir. Bilməmək eyib deyil qardaşlar. Eyib olan bilmədiyi şey bir insanın danışmasıdır. İkincisi, təvazükarlığın əlamətlərindən insan özünü şişirtməməlidir. Yəni, hər şey bilirmiş kimi, bütün elmlərə hakim olurmuş kimi və s. və s. Xeyr. Biz, qardaşlar, Allah Teala Kur'an-ı Kerim'de bakın ne buyurur? وَمَا اُوتِيتُمْ مِنَ الْعِلْمِ اِلَّا قَلِيلًا Size elimden az bir hisse verildi der Allah Teala. Biz ne kadar oxsaq, ne kadar çalışsaq, ne kadar gecemizi gündüzümüze katıp öğrensek, denizden ancak bir damcı, iki damcı, bir istakan, iki istakan bir şeyler kopartmış olabilirik. Elimler o kadar geniştir ki, adam əslində oxuduqca cahilliyini bilir. Sen oxuduqca sen cahilliğini görürsən. Ama adam bir iki kitab oxudu, bir iki dənə şey oxudu, onda o zaman cahilliği təpəsinə vurur, partladır. 10-cu qaydı da keçək qardaşlar. Sonra 5 qayda qalır. Onu da inşallah yəqin başqa dərsdə. Əslində bugün 15 qaydanın hamısını keçmək istəyirdim. Lakin 10-cu qaydada dayanaq. Elm tələb eləməyin 10-cu qaydası dərs üçün dərsdən öncə hazırlıq etmək lazımdır. Hası adam dərsdən öncə bir hazırlıq eləmir, onun adətən elmdə muvaffaq olması mümkün deyil. Nə deməkdir qardaşlar hazırlıq? Yəni sən dərsə vaxtında gəlməlisən. Dərsə gəldikdən sonra səni yayındıran hər şeydən uzaq durmalısan. Düşün, oturmuşsan, bir əlində telefon, ona baxırsan, buna cavab verirsən, onu belə eləyirsən, səndən elm alan olmaz. Mümkün deyil, sən bir şeydən faydalanırsan. Allah bir insanın içində iki qəlb yaratmayıb ki, bir adamın içində bir qəlb var. Bu bir qəlb şeyə eyni anda ayrı müxtəlif şeylər girə bilməz. Bu qəlb ancaq bir şeyə adapte, konsantre olduğu zaman faydalana bilir. Bir anda bir ağızla iki dil danışan görmüşsünüzmü? Hə? Yox, mümkün deyil. Bir ağızla bir dil danışır, bir qəlblə bir qəlb bir şeyə adapte olmalıdır. Onun üçün qardaşlar, dərsə gəldiyimiz zaman tez gəlməmiz lazımdır. Önceden hazırlıklı. Derse geldiğimiz zaman bizi meşgul eden her şeyden uzak durmamız lazımdır. Ve dersten faydalanmamız için elimizde o faydaları qeyd edən dəftər qələm olmamız lazımdır. Biz ola bilsin çox informasiyalar oxuyaq, çox bilgilər oxuyaq. Bax burada bu var, orada o var, o üç yerə bölünür, üç yerin dəlili budur, qaydalar budur. Bunu ola bilsin bir məclisdə biz öyrənək və yadımızda saxlayaq. Amma əgər bunu qeyd eləməzsək, faydalar olaraq 3 gün, 5 gündən sonra onların hamısını unudacaq. Ona görə elm əhlinin bir-birinə olan tövsiyələrindən biri nədir? Elmi yazaraq əlində saxla. Elmi yazaraq hafızanda saxla. Hətta bəzi sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin hədis eşitdikdən sonra onu evə getdikdə yazardı ki, unutmasın deyə. Və sonra o elm orada qalmasın deyə başqalarına onu rivayət eləyərdi. Həmçinin qardaşlar, bu 10-cu qaydada dərs üçün hazırlanmaq məsələlərindən biri təxmini imkan daxilində bilməsi lazımdır ki, mövzu nədən olacaq? Məsələn, biz indi silsiləvi şəkildə dərsə başlamışıq mı? 3 dərsdə hansı dərsi davam eləyirik? Elm tələb eləməkdə qaydalar. Düzdürmü? Siz ola bilsin, dersiniz ki, qardaş, biz institutda, universitetdə oxumuruq, bu fərq eləməz. Hətta məsciddə keçdiyimiz məsciddə bir dərsə gəliriksə, bizim də elmdən bir payımız var. Biz də elm tələbələri sayılırıq. Sadəcə institutlarda, universitetlərdə, mədrəsələrdə alınmır ki, elm. Tam tərsinə ümmətin ən böyük alimləri harada alim olublar? Məscidlərdə. Ona görə burada da qardaşlar bu qaydalar keçərlidir. Dərs üçün, yəni 10-cu qaydanın yardımcılarından biri, o da dərsə hazırlıq məsələsində qardaşlar, dərsi sonra müzakirə etmək. Siz fikir verirsiniz, mən bəzən cümə günü xütbə verirəm. Xütbəni günorta vaxt veririk, düzdürmü? Məsələn, ilkindi namazından sonra birdən çevrilib soruşuram ki, xütbənin unvanı nə idi? Xütbə hansı nöqtələr üzərində getdi?
Xutbədə neçə məsələ var idi. Bu məsələnin dəlili nədir? Xatırlayırsınız bu şeyləri? Buna müzakara deyirlər. Yəni elm aldıqdan sonra onu paylaşmaq. Əslində sağlam adamlar həmişə bunu eləyir. Sahabələr bunu eləyərdi. Rasulullah sallallahu əleyhi və səlləm yanından çıxdıqdan sonra müzakirə eləyərlərdi. Məsələn Peyğəmbər sallallahu əleyhi və səlləm o hədisdə 5 dənə şey dedi. Hansı idi? Birin səndir, birin səndir, birin səndir. Və bunu aralarında müzakirə eləyərlərdi. Elm, yəni bu 10-cu qaydanın şeylərindən biri də elm tələbələri daha sonra öyrəndikləri məsələləri aralarında müzakirə etmək. İndi hemen burada dersi tamamlayacağım. Lakin dersi tamamlamadan önce bu keçdiyimiz 5 tane qayda var idi bu gece. Birincisi ne idi kardeşler? İndi biz müzakirə edirik. Birincisi elm tələbəsinin təmizliyə nə etməsi? Riayət etməsi. İkincisi ne idi? Yedincisi ne idi? Səbirli olması. Ondan sonra 8-ci ne idi? Elm tələbəsinin qəlbi kindən, kifirdən, həsəddən, paxıllıqdan, kibirdən, şirkdən, küfürdən salamat olması, təmiz olması. 9-cu ne idi kardeşler? Mütevazi olması, təvazükar olması, alçaq könüllü olması. Yani kibirin əksidir kardeşler, mütevazilik. 10-cu ne idi keçdiyimiz az önce? Dərsdən öncə dərs üçün hazırlıq etmək. İndi bu 5 tane qayda keçdik, düzdürmü? Gəlin bir de müzakirə eləyək. Birincisi ne idi? Təmizliyə riayət etmək. İkincisi ne idi? Səbirli olmaq. Üçüncüsü ne idi? Üçüncüsü qəlbin təmiz olması. Dördüncüsü təvazükar olması. Beşincisi de dərsə hazırlıq. Müzakirə fayda verdi mi? Son bir de deyək. Birincisi ne idi? Təmizlik. İkincisi sabır. Üçüncüsü qəlbin təmizliyi. Dördüncüsü ne idi? Mütevazi olmak. Beşincisi ne idi? Derse hazırlık. Yadda kaldı mı? Yadda kaldı. İndi düşünün. Ben dersi bitirdim, duanı elədim, kitabı kapattım, koydum bura. Oturduk bir stəkan çay içtik. Birdən deseydim o 5 şeyi sayın. Dəyəcəkdin ki 1 saat o kadar şeyler danıştın ki nöqtələr, başlıqları unuttuk. Niye? Bak müzakirənin faydası budur ki sabah mən sizdən soruşsam bu 5 şey yalnızca yadınızda olacaq. Hemen sayacaqsınız. Təmizlik, səbir, qəlbin sağlamlığı, mütəvazilik və dərsə hazırlamaq. Bitti. O 5 şey müzakirə ilə gəldi. İndi bu 5 şeyin detayını sizdən soruşsam ki, mesela sağlamlıq, təmizlik haqqında indi məsələnin içindən sual verirəm. Təmizlik deyiləndə nəzərdə tutulan nədir? Hemen yadığa düşəcək ki 3 şey idi. Bədənin təmizliyi, paltarın təmizliyi, bir de elm aldığımız yerin təmizliyi. Yadınıza gelir mi hemen? Gelir. Səbir məsələsini keçdikdə dosta səbir, müəllimə səbir, səfərlərə, oxumağa, yuxusuzluğa. Hemen yadınıza gelir mi? Ona göre her zaman kardeşler elimde müzakirə eləyəndə başlıqları unutmayın. Başlıq yadındadırsa adətən onun şərhini xatırlayırsan. Biz elm alanda buna xulasa deyirlər. Bunu kitab oxuyanda da eləyin. Bir kitabı 3 kere oxumağa çalışın. Bunu fayda olarak deyirəm. Ekstra. Birincisi anlasan da anlamasan da çalış kitabı baştan ağa oxu. Dirənmə yani. Anlamadığın şeylerin üstə dirənmə. Anladın anlamadın oxu. Umumi təsəvvür olsun ki kitab nədən ibarətdir. İkinci oxuyanda anlamadan keçmə. Üçüncü oxuyanda her 10 səhifənin içində, her 10-15 səhifənin içində götürdüğün faydanı belə bir dəftərə yaz. Bakın bu yarım səhifə sayılır mı? Hiç sayılmır da balaca şeydir. Bu kadar şey. Bunu o günler mən ilk dersimizi hazırlayarken təxmini 40-50 səhifədən götürdüm bu başlıqları. Yani 40-50 səhifəyi oxuduqca içindən onun faydalarını buraya qeyd elədim. Nədir? 6 sətir bir şeydir. 6-7 sətir bir şeydir. Üçüncü oxuyanda da ne edirsən? Kitabı oxuduqca içindeki başlıqlar ona xəritə deyirlər. Kitabın xəritəsini bir dəftərə xülasə yazırsan. Ondan sonra sən təkrar bu kitabı açmağa gərək yoxdur. O xülasələri hər zaman gözünün önündə bulundurduğun zaman məsələlərin detayını xatırlayırsan. Allah cümləmizi eşidib faydalardan eyləsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizə əməl etməyi nəsib eyləsin. Bu arada da qardaşlar xəbərlərdə eşidirəm ki, Gazze'də
ateşkəs elan olunub. Sevinçli, yəni umutlu şeylər var. Allah Taala'dan istəyirəm ki, bunu xeyirlə tamamlasın. Yəni